Salam, mən Əliva Nərgiz. Bugün sizlərə leksikologiya haqqında məlumat verəcəyəm. Leksikologiya, leksikanı öyrənən dilcilik bölməsinə leksikologiya deyilir. Leksikologiyada sözlərin mahiyyəti, onların məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi, işlənmə dairəsi öyrənilir. Lexikos söz və logos nə deməkdir? Elm deməkdir. Sözün məzmunu onun leksik mənasını təşkil edir. Sözün leksik mənası əşyanın, əlamətin və yaxud da keyfiyyəti, miqdarı, hərəkəti, istiqaməti təsəvvürdə canlandırılır və onlar barədə anlayış yaranmasına imkan verir. Bax, sözün birbaşa ifadə etdiyi ilk məna onun leksik mənasıdır. Leksik mənanın digər adıdır. Nədir? Lüğəvi mənadır. Hansı məna adlanır? Lüğəvi məna adlanır. Sözün leksik mənasını 4 yolla izah edə bilərik. Bir sözə antonim seçməklə. Məsələn, az, çox, gec, tez. Sözə yaxın mənalı söz seçməkdə. Məsələn, gözəl, qəşəng və yaxud da sözün əlamət xüsusiyyətini izah etməklə. Məsələn, dəniz okeanla əlaqəsi olan su hövzəsidir. Və yaxud da sözü hissələrə ayırmaqla mənasını açmaq. Diqqət yetirirsiniz ki, sadə sözlərin hissələrə ayırmaqla mənasını izah etmək bilmirik. Çünki ya söz düzəltmə olmalıdır ki, həmin sözü hissələrə ayırmaqla mənasını tapaq bilinsin, ya da mürəkkəb olmalıdır. Hissələrə ayırmaqla mənasını tapa bilərik. Məsələn, balıqçı. Balıq nədir? Suda yaşayan heyvandır. Çı nədir burada? İsimlərdə çı sənət peşə məzmununu bildirən leksik şəkilçidir. Buradan da belə məna çıxır ki, balıq sözün və çı şəkilçisinin köməyi ilə yaranan söz sənət peşə mənası bildirən balıqçı sözünün mənasını ifadə etdi. Bir də var sözün qrammatik mənası. Sözün qrammatik mənası dedikdə nə nəzərdə tutulur? Bir nitq hissəsi olaraq hansı xüsusiyyət daşıması? Məsələn, deyirəm ki, kitabxana. Kitab oxumaq üçün bir vəsaitdir də. Kitab sözün kökü xana leksikdir. Hara kitabxana sualına cavab verir. Və yaxud da məsələn deyirəm ki, necə? Məsələn, quruluşca sadədir, düzəltmə deyil, mürəkkəb deyil, sadədir, sifətdir, necə sualına cavab verir, adi dərəcədədir. Sintaktik vəzifəsi məsələn təyin ola bilər, xəbər ola bilər. Sonra var, məsələn deyirəm ki, düşmən və yaxud da qaçmaq, nə etmək feildir, hərəkət bildirir. Cümlədə məsələn xəbər ola bilər. Yadınızda saxlayın ki, bütün sözlərin leksik mənası yoxdur. Çünki köməkçi nitq hissələridir, şəkilçilərdir, hissəciklərdir. Hansı oldu? Gəlin bunları yenidən qeyd edim. Köməkçi nitq hissəsi, sonra hissəciklər, bir də şəkilçilər. Bax, bunların leksik mənası yoxdur. Ona görə deyirik ki, bütün sözlərin leksik mənası yoxdur və bütün sözlərin leksik mənasını 4 yolla izah edə bilmirik. Çünki dedik, sadə sözlərin hissələrə ayırmaqla mənasını izah edə bilmirik. Ən çox bir də testlərdə rastlaşdığınız bir söz var ki, amonimlər sözün leksik mənasını izah edir. Xeyr. Amonimlər
sözün leksik mənasını izah etmir. Çünki amonim məna tarları tamamilə fərqli leksik məna ifadə edir. Sözün həqiqi və məcazi mənası. Sözün ilkin və ya əsas mənası onun həqiqi mənası dominant mənası sayılır. Hansı məna dominant məna? Sonradan qazanma. Törəmə məna isə məcazi mənadır. Məcazili qazanmaq üçün sözü ona aid olan əlamətlərdən birini və ya bir neçəsinin itirilməsidir. Məcaziləşmə o zaman baş verir ki, hər hansı əlamət, hərəkət və s. köçürülürsün. Bax, məsələn, deyirəm ki, gözəl. Gözəl qız həqiqətən gözəl qız olur da. Ancaq, məsələn, desəm ki, qeyd edeyim. Məsələn, yağlı söz. Bu olacaq artıq məcazi mənada. Amma yağlı yemək olsa, olacaq nə? Həqiqi mənada. Başqa bir nümunələr də qeyd edeyim. Məsələn, acı söz. Söz acı ola bilməz. Məcazi mənadadır. Amma desəm ki, acı bibər. Bibər acı ola bilər də. Və yaxud da bax, məsələn, nə qeyd edeyim sizlər üçün? Bəzi sözlər var ki, yəni işlənmə yerindən asılı olaraq həm həqiqi, həm də məcazi mənada işlənir. Məsələn, yola düşmək ifadəsi var. Ən çox testlərdə rast gələsiniz. Yola düşmək, biri var, qələm yola düşdü. Həqiqətən qələm yola düşə bilər. Ancaq desəm ki, maşın yola düşdü, qonaq yola düşdü. Məsələn, qonaq yola düşdü. Qonaq yola düşmür. Sadəcə getmək mənasını ifadə edir. Başqa bir də məsələn, yüngül adam da var. Biri var çəki mənasında. Burada həqiqidir. Bir deyirəm ki, o necə də yüngül adamdır. Yəni xasiyyət baxımından yaxşı olmayan insandır. Tək mənalı nədir? Bax, adından görə bir leksik mənası var. O nədir? Tək mənalı sözlərdir. Məsələn, biş, balıqçı. Əsas məna ilə bağlı olub bir neçə əlavə törəmə məna ilə işlənən sözlərə çox mənalı sözlər deyilir. Sözün çox mənalılığı onun məcazi məna bildirilməsində əsasən müəyyən edilir. Məsələn, deyirəm ki, ayaq, insanın ayağı, məsələn, insanın ayağı, bir də deyirəm ki, stolun ayağı. İnsanın ayağı həqiqətən insanın ayağı ola bilər. Amma stolun ayağı, kəndin ayağı bu artıq məcazi mənadadır. Və yaxud da boğaz, insanın boğazı, çəkmənin boğazı, bu artıq çox mənalıdır. Elə sözlər var ki, həm çox mənalı, həm amonim kimi işlənir. İndi onu qeyd edəcəm. Çox mənalıqda diqqət yetirməlisiniz nəyə? İlk olaraq çox mənalı kimi hesab etdiyimiz sözlər məcazi mənada işlənməsi mütləqdir və ən çox mənalı qazanan nitq hissəsi isə isim, sifət və feillərdir. Çox mənalı sözlər eyni hissəsinə aid olur. Məsələn, deyirəm ki, lövhə, məsələn, isim nə? Həyat lövhəsi yenə də isimdir. Çox mənalı sözlərdə əsasən forma, yəni xarici görünüş baxımından əlaməti qorunur. Məsələn, insanın başı ilə, məsələn, kəndin başı. Bir də ən çox burada axtara bilər bəzən şagirdləri və yaxud müəllimləri. İnsanın gözünə
insanın gözü ilə. Heyvanın gözü həqiqidir ha. Bu burada məcazi götürülməyəcək. Yəni çox mənalı kimi yox, həqiqi mənada olan söz kimi işlənir. Bax məsələn kitab sözüdür, məktəb sözüdür, şirin sözüdür, bişmək sözüdür, yüngül sözü, ağır sözü. Bunlar nədir? Çox mənalı söz kimi işlənə bilər. Frazeoloji birləşmələr məcazi mənada olur. Amma bütün məcazi mənalı sözlər frazeoloji birləşmə deyil. Buna diqqət yetiririk. Əgər videonu bəyəndinizsə kanala abunə olmağı, paylaşmağı unutmayın. Çox sağ olun.